Salam uşaqlar, bugünkü dərsimiz əmsal. Səhifə 29. Uşaqlar, mövzunu bəyənsəz, bəyənməyi, abunə olmağı və şərh yazmağı unutmayaq. Bizə əmsalda nə deyir? Əmsal nədir? Əmsal, dəyişənlə ədədin hasilində ədəd olan hissəyə biz deyirik əmsal. Yəni, məsələn, verilib 2x. Baxın uşaqlar, bu nədir? Dəyişənlə ədədin hasili, düzdürmü? Baxın, bu qarşıda duran ədəd bizdə adlanır əmsal. Bu olacaq bizdə əmsal. 3 bizim olur əmsalımız. Məsələn, ifadələr üzərindən verəyim. Deyir ki, belə bir uzan ifadə verilib, 2 dəyişənli ifadə verilib. 2x, 2x üzərinə gəlsin 3y, üzərinə gəlsin 5. Hələlik plus formasında verirəm. Burada dəyişəni olan ifadə hansıdır? Bax, x nədir dəyişən? Onda bu olur dəyişəni olan ifadə. Burada nədir? Bu da dəyişəni olan ifadədir. 3y-də olacaq bizim dəyişəni olan ifadəmiz. 5 isə uşaqlar, 5-in heç bir dəyişəni yoxdur. Onda uşaqlar 5-ə deyəcəyik sabit hədd, sərbəst hədd. Aydın uşaqlar, bu olur bizim sabitimiz. Sərbəst hədd. Yəni, heç nədən asılı deyil. 5-in heç bir dəyişəni yoxdur uşaqlar. İndi deyirəm, dəyişəni olan ifadələrdir. Dəyişəni olan ifadələr hansıdır? Bunlar. Deyirəm, əmsal hansıdır? Dəyişəni olan ifadənin. Yazıram, dəyişəni olan ifadə 2x, əmsalı 2. Dəyişəni olan ifadə 3y, əmsalı 3. Aydın uşaqlar. Əmsal sadələşdirdikdən sonra qarşıda duran ədəddir. Bizə məsələn soruşa bilər ki, y-in əmsalını tap. Y-in əmsalı nədir? 3. Başqa bir nümunə daha deyək. X kvadratı minus 3y minus 5. Verilib ki, bu ifadədə əmsalı tap və yaxud da əmsalları tap. Bunu bizdən ifadə istəyir. Və yaxud da dəyişəni olan ifadəni tap. Uşaqlar, indi baxıram. Dəyişəni olan ifadə bu. Çünki x dəyişəndir. Dəyişəni olan ifadə bu. Çünki y dəyişəndir. 5 burada sabit hədd. Uşaqlar, yadımızda saxlayaq. Ədədlərin əmsalın deyəndə, sabit həddi deyəndə qarşısındayı işarə ilə bir yerdədir. Yəni, demək istədiyim nə? Deyirəm, x kvadratının əmsalı nədir? X kvadratı dəyişənin əmsalı nədir? Qabağında nəsə varmı? Yox, qabağında heç nə yoxdursa, əmsal 1-dir. Uşaqlar, yadınızdadırsa demişdik ki, x kvadratı x verəndə qabağında ədəd nədir? 1x-dir demişdim. Prosto 1-i yazmırlar demişdik, düzdürmü? Heç nə verilməyibsə, qarşısında ədədi götürürəm 1. Getirəm burada, y-in əmsalını tap. İşarə ilə bir yerdədir. Mənfi 3. Deyirəm, sabit həddi tap. İşarə ilə bir yerdədir. Mənfi 5. Aydın uşaqlar. İşarə ilə bir yerdə deyirsiniz. Bayaqçında uşaqlar, müsbət idi qabağa, müsbət 5 dedim elə. Bayaqçında müsbət idi qabağa, dəyişmədim. Müsbət idi qabağa, dəyişmədim. Burada amma çıx var. Çıx varsa, mənfi 3, mənfi 5, mənfini mütləq şəkildə nəzərə alırsınız. Aydın uşaqlar. Bu formada təyin olunur. Gəlin indi suallar üzərindən baxaq. Görək hansı suallar verilib bizə. Nə deyir ifadələrimizdə? Verilib ifadədə əmsalı tap. A variantında. Əmsal nədir? 8-ada. 8. B variantında 12 MK-da əmsal nədir? 12. C variantında mənfi 17 x-y-də əmsal nədir? Mənfi 17. D variantında 0,5. Y variantında 4-də 3. Yəni uşaqlar, qarşıda duran ədəd kəsir də ola bilər, onluq kəsir də ola bilər, adi kəsir də ola bilər və yaxud da mənfi tam ədədim də ola bilər, müsbət tam ədədim də ola bilər, istənilən ədəd ola bilər. Fərq yoxdur. Heç bir ədəd verilməyibsə, əmsal 1-dir. Yadımızdan çıxartırıq. Keçirəm 8-ciyə. Əmsalı tap. Uşaqlar, arasında vurma verilibsə, birinci sadələşdirməlisən bunu.
Sadələşdirdikdən sonra əmsal haqqında danışmalısın. Məsələn, verilib. Gəlin, 3-4 dənəsini yazın. 4-im vurulsun 2. 7x vurulsun -3 y. 0,5 x vurulsun 6 ny. Aha, bura kimi yazsın kifayətdir. Uşaqlar, vurun. Uşaqlar, ifadəni sadələşdirəndə baxın, 2 ədəd ədədə vurulur. Dəyişən dəyişənə vurulur, m-ə vurulur, x x-ə vurulur, y y-ə vurulur, sabit sabitə vurulur. Deyirəm 4 vurur 2 neçə eləyir? 8. Yəni bu nə eləyir? 8 deməliyirmi? İndi bunu sadələşdirirəm. Hələ mən əmsal demirəm. 7 vur 3. 21 elədi mi? Mənfi də qabağa atıldı. Mənfi 21. X, y düşdü bunların yanına. Keçirəm 0,5 vurulsun 6. Elədi 3. X, başqa hansı dəyişən var? N, başqa y. İndi bundan sonra mən əmsal haqqında danışa bilərəm. M-in əmsalı nədir? 8. X, y-in əmsalı nədir? Mənfi 21. X, N, Y dəyişənlərin əmsalı nədir? 3. Bu formada təyin olunur. Sadələşdirdikdən sonra əmsal tapa bilirsiniz. Sadələşdirilməmiş əmsal tapılmır. Keçirəm 9-cuya. Deyir ki, ifadədə toplananlar cəmi şəklində yazın. Dəyişən olan toplananların əmsalını tap. Dəyişəni olan toplananların. Bax, sabitin demir. Sabitlə işim olmayacaq. Dəyişəni olanların əmsalını bizdən istəyir. Verilib nə? 7 A çıxılsın 3. 7 A çıxılsın 3. Dəyişəni olan hansı ifadədir? 7 A düzdürmü? Sabit hansı ifadədir? -3 işarə ilə bir yerdə. Deyirəm 7 A-nın əmsalı nədir? A-nın qabağında duran. 7. Qurtardı. Keçirəm B variantına. 4 çıxılsın C. Dört çıxılsın C. Deyirəm sabit nədir? Heç bir dəyişəni olmayan. 4. 4-ün yanında siz dəyişən görürsünüz. A-dan B-dən, C-dən dedim. Yox. Arasında çıx verilib. Deməli, sabit nədir? 4. Mənfi C işarə ilə bir yerdə. Mütləq. Mənfi C dəyişəni olan ifadədir. Mənfi C-nin əmsalı nədir? Heç nə verilməyibsə uşaqlar, bura bir dənə 1 yaz, görəcəksən onda. -1 əmsalı -1. Başqa bir dənəsində yazıram. -6x plus 2y üstənli haqqında danışım. Qalan hissəni siz. -6x plus 2y plus 5. Sabit hansıdır? Sabit 5. Dəyişəni olan ifadə hansıdır? -6x. Dəyişəni olan ifadə hansıdır? Müsbət 2y. Müsbəti yazmasız da olar. -6x-in əmsalı nədir? -6. Müsbət 2y-in əmsalı nədir? 2. Qarşısında duran ədədi yazırsınız sadəcə. Növbəti F bəndində də dəyişən olan ifadə 4AB, sabit ədədimiz -5. Əmsal nədir 4AB-də? 4. Yazıb qurtarsınız. 10-cu sualda bizə nə deyir? 10-cu sualda deyir ki, dəyişən olan ifadə yazmalı, sualları cavablandırın və əmsal tapın. Gəlin bir dənə bəndi yazacağım. A variantını yazacağım. B variantını siz özünüz. Kitabın səhifəsi dəyişdi uşaqlar. Bir saniyə.
Aha, 10. Deyir ki, sürəti 6 km/saat olan avtomobil AB məntəqəsi arasındakı məsafəni 6 saatı qət elədi. AB məntəqəsi arasındakı məsafənin 3/2 hissəsi nə qədərdir? Uşaqlar, demişdik gedirən yolun izi tapılır. S bərabərdir, sürət vurulsun zaman, düzdürmü? Sürəti nə qədərdir? Sürəti A, yəni V-nin yerinə nə qoyacağım? A. Zamanımız nə qədərdir? 6. Deyirəm, onda gedirən yer nə olacaq? S bərabərdir. A vurulsun 6. Bura kimi problem yoxdur. Bu da elədir 6. Yazdım. Bu üstsə tam. Keçirəm ardına oxuyuram. Deyir ki, AB arasındakı, məntəqələri arasındakı məsafənin 3/2 hissəsini tap. Bunun uşaqlar 3/2'sini tapanda 6'nın 3/2'sini tapanda 3'e bölüb 2'ye vururuq deməmişdik. Yəni 3/2'ye vururuq, düzdürmü? Sadələşdirirəm. 3'e böldüm 1, 3'e böldüm 2, 2 vurulsun 2. Elədi 4A. Hə, sizə deyir ki, 4A'nın əmsalını tap. 4. Qurtardı uşaqlar. Qarşıda duran ədədimiz eləyir 4. Çox. A variantı bu formada. B variantını özünüz yazırsınız. Sağ olun uşaqlar. Növbəti dərsimizdə görüşərik. Sağ olun.